Gəlin mayenin səthi gərilmə qüvvəsi ilə tanış olaq. Mayenin səthi gərilmə qüvvəsi nədir? Biz deyirik ki, qapda olan mayedə, daxildə olan moleküllər hər tərəfdən maye molekulları ilə əhatə olunduğu üçün orada olan qüvvələr bir-birini kompensasiya eləyəcəkdir. Yəni, əvəzləyici qüvvələr sıfıra bərabər olacaqdır. Və səthdə molekulyar təzyiqin yaranması nəticəsində səthi gərilmə qüvvəsi yaranır. F ilə işarə olunur. Sigma vurulsun L-dir. Bu səthi gərilmə qüvvəsidir. L nədir bəs? L isə maye səthinin kənarlarının uzunluğudur. Sigma da səthi gərilmə əmsalıdır. Səthi gərilmə əmsalı. Buradan indi sigmanı tapsam, F bölünsün L-dir. Vahidini çıxartsam Newton böl metr. Newton böl metr, bax bu sigmanın vahidi oldu. Newton böl metr başqa nəyin vahidi idi? Newton böl metr həm də sərtliyin vahidi idi. Deməli, sərtlikdən başqa həm də səthi gərilmə əmsalı var ki, sigma. Həm də onun vahididir. Demək, yazıram buradan ki, Newton böl metr, yəni bildik. Deməli, sigma səthi gərilmə əmsalıdır. Vahidi də nədir? Yazıram onu. Newton bölünmüş metrdir vahidi. Salam. İndi biz burada gəlin asıllıqlara baxaq. Asıllıq olaraq nə yazacağım burada? Əvvəlcə F-in L-dən asıllığına baxaq. F L-ilə baxaraq ki, necə mütənasibdir? Sigma sabit olarsa F-lə L düz mütənasibdir, düzdür? Amma sigma üçün nə yazacaq? Sigma səthi gərilmə əmsalı və sigma hərəkət üstünü yazmıram. Nə bu F-dən, nə də L-dən asılı olmayacaq. Asılı olmayacaqdır. Bunun öz düsturu var. Və biz deyə bilərik sigma nədən asılıdır? Mayenin növündən və temperaturundan asılıdır. Böhran temperaturunda isə yada saxlayaq ki, T böhranda sigma bərabər olur sıfıra. Bu qaydanı unutmayaq. İndi bir şey baxaq bir də. Demək, bizim bir mayemiz var, düzdür? Bu bizim qabdır. Bunun içərisində bir maye var, nəsə bir maye var da. İndi səthi gərilmə qüvvəsi maye səthinə paraleldir və səth kənarlarına perpendikulyardır və mərkəzə doğru yönəldiyi üçün səthi kiçiltməyə çalışan qüvvədir. Bunu necə yadımızda saxlayaq ki, yəni bu belə yönəlir də, bu belə yönələcəkdir. Buradan da belə. Yəni mayeni hər tərəfdən kiçiltməyə çalışır. Məsələn, bir su görsək, bir stolun üstünə bir su damcısı düşübsə, bax bu su yığılır da belə, düzdür? Yağı düşübsə, məsələn, stolun üstünə, bu belə yığılır. Çünki səthi gərilmə qüvvəsi onu həmişə neyinir? Kiçiltməyə çalışır. İndi isə biz gəlirik islatma hadisəsinə. İslatma hadisəsi nədir? Deyirik, mayelər bərk cisimlərlə təmasda olduqda, bərk cisimlərə toxunan zaman əgər bərk cismi səthində yayılırsa, demək ki, bərk cismi isladır. Əgər maye bərk cismin səthində damcı formasında qalırsa, deyirik, bərk cismi islatmır və bizim bir şərtimiz var. Məsələn, bu nə deməkdir? Stolun üstündə belə bir damcı var. İndi baxırsan ki, bunun bucağına baxmaq lazımdır da. Burada qalan bucaq kör bucaqdırsa, kör bucaqsa deməli islatmır. Amma yayılırsa belə. Burada qalan bucağa baxsam, bu iti bucaqdır burada artıq. Burada 90-dan kiçikdir. Demək, alfa 90-dan 0 dərəcə arasında yerləşərsə və 0-a bərabər olarsa, deyirik, islatma şərtidir bu. Yəni, isladır yazaq. İsladır. Amma alfa
əgərlərim alfa yerləşərsə 180-ə bərabər olub və 90-dan böyük olarsa, bu zaman bu islatmır. İslatmama şərtidir bu. Amma əgər alfa 0-a bərabər olarsa, yadda saxlayın ki, bu tam islatma şərtidir. Tam isladır. 180-ə bərabər olanda deyirik ki, tam islatmayandır. Və maye qüvvəsi böyük olarsa, bərk mayədən, bu olur islatmayan. F bərk maye böyük olarsa, F mayədən, bu olur isladan. Bu islatmayandır, bu isladandır. Elə fikirləşin ki, bərk cisim varsa, bərk cisim böyükdürsə, deməli isladandır. Amma maye qüvvəsi böyükdürsə, demək ki, islatmayandır. Gəlin biz burada azacıq testlər var. Mayələrin səthi gəlmə qüvvəsinə aid, onları həllinə yazaq. Deyir ki, hansı aqreqat halda olduqda maddə onun formasını dəyişmək çox asan, həcmini dəyişmək çox çətindir. Nəyin həcmini dəyişmək çətindir, amma formasını dəyişmək asandır? Nəyin? Mayenin. Qazın həcmini dəyişmək asandır. Qazı atırıq. Bərk cismin isə formasını dəyişmək asan deyil. Ona görə bərki də atırıq. Yalnız maye A variantı olur. İkinci sualda səthi gəlmə qüvvəsi. Bayaq yazmışdım ki, F bərabərdir sigma L-ə. Yəni, sigma L D variantındadır. Səthi gəlmə əmsalı. Sigma bərabərdir F böl L, yəni Newton böl metrdir. Düzdür, Newton böl metr. O da kilogram böl saniyə kvadratı eləyir açanda. Səthi gəlmə əmsalının vahidi. Əmsal vahidi yenə də kilogram böl saniyə kvadratı və yaxud da Newton bölünsün metr. Burada yazmışam C variantı. 5-də deyir ki, teta kənar bucağının hansı qiymətində maye tam isladandır. Dedik ki, alfa 0 dərəcəyə bərabər olduqda tam isladan olacaqdır. Bir də bunu demədim. Burada da yenə də bucağa bax belə fikirləşin ki, əgər bizə deyir ki, isladan deyirsə, sən yenə də bir toxunan çəkəcəksən. Burada toxunan çəksən, bu belə. Buradan bir iti bucaq yaranır. İti bucaq olanda da 90 ilə 0 arasında yerləşən olanda bizim bucağımız bu isladan olacaq. Amma islatmayan hansı olacaq? Məsələn, 7-ci sualda islatmayan mayedir. İslatmayan da hansıdır? Baxırıq ki, o da bu olacaq. Burada toxunan kör bucaqdır. Görün, burada kör bucaq olduğu üçün demək, bu islatmayan olacaq. Joule metr kvadratı mənə verəcək nəyi? Joule'un yerinə Newton vur metr yazdıram. Aşağıda da bir metrin kvadratı var. Bunlar gedir. Newton böl metr. Bu da olur səthi gəlmə əmsalının vahidi. Sonra baxıram watt vur saniyə. Watt vur saniyə mənə Joule'u verir. Joule da Newton vur metrdir. Böl metr kvadratı. Bu yenə də bizə F bölünsün L, yəni sigma. Səthi gəlmə əmsalının vahidini vermiş olacaq. Gələk 10-cu suala. Ortasına sap bağlamış məftil çərçivənin bir hissəsi sapın pərdəsilə ötürmüşdür. Məftilin A nöqtəsinə və sapın B nöqtəsinə təsir edən səthi gəlmə qüvvəsi. Səthi gəlmə qüvvəsi demişik ki, həmişə mayəni kiçiltməyə çalışır. Yəni B-də, bax, burada maye yoxdurmu bizdə? Burada maye var da. Burada belə yönəlir, kiçildir, elə bilin ki, bax. Burada belə yönəlir, bunu kiçiltməyə çalışır A nöqtəsində. A nöqtəsində belə yönəlir, B nöqtəsində də yuxarı yönəlir. Bax, B nöqtəsində yuxarı belə. Çünki neyinir? Belə deyil. Bax, B belə dartır, A da belə dartır. A aşağı, B yuxarı. B variantı. Gəlirik 11-ə. Deyir ki, hansı qabda maye ilə bərk cisim molekulu arasında cazibə qüvvəsi mayenin öz molekulu arasında cazibə qüvvəsindən böyükdür. Deməli, bax, deyir ki, burada nəyə diqqət eləməlisən? Hansı qabda maye ilə bərk cisim molekulu arasında qarşılıqlı cazibə qüvvəsi maye ilə bərk, yəni F maye bərk böyükdür, F maye. Bu demişik, belə olanda bu isladan olur. İsladan da bunlardan birdir. Çünki burada bax, iti bucaqdır. Bax, bu islatmayandır. Əgər bu böyük olsaydı, onda 3 olardı. Amma burada 1 olacaq. Yəni D variantı.
Sonra 12-də deyir ki, tərəfi 10 sm olan kvadrat şəkilli lövhə sabun məhlul üzərin səthinə toxunur. Lövhə məhlulun səthinə ayırmaq üçün. Aha. İndi tətbiq olunan qüvvə. Məsələn, bu bizim şəkil belə təsəvvürü çəkəcəm. Bax, bu bizim tutalım ki, sabunumuzdur. Sabun necə olur? Bax, belə kvadrata oxşur, düzbucaqlıya oxşur. Nəsə belə bir paralelpipeddir. Elə bir sabundur bu. Sabunun üzərində də belə bir lövhə var. Bu lövhə də biraz qırmızı ilə göstərirəm. Bu lövhədir, kvadrat şəkillidir. İndi bunu çıxartmalıyıq biz bu lövhəni. Buradan çıxartmaq üçün buradan tutacağım, yuxarı qaldırıram ki, bu çıxsın da. Buradan qaldırdığım qüvvə F-dir. Bu qüvvənin özünün aşağı mg ağırlıq qüvvəsi var. Həm də aşağı səthi gərilmə qüvvəsi var. S səthi gərilmə. Biz də deyirik, aşağı yönələn qüvvələrin cəmi yuxarıya bərabərdir. Deməli, F bərabərdir mg üstə gəlinsin F səthi gərilmə qüvvəsi. Məndən də bu qüvvəni hesablandır. M-i verib vəssalam da tapmaq lazımdır. mg-ni tapaq əvvəlcə. mg-ni hardan tapacağam? İndi kütlə 10 qramdır. Biz milli ilə almalıyıq da cavabı. Aha, mg-ni tapsam, mg 10 qram minə böləndə 10 qram 0,1 kiloqram deməkdir. İndi bunu da vuranda J-yə bu olacaq 100 milli 100 vur 10 üstü mənfi 3. Belə yaza bilərik bunu. Bu oldu mənim mg-m. Bu mg-dir. İndi səthi gəlmə qüvvəsi də kvadratın tərəfi 10 sm-dırsa L. L də uzunluqdur, yəni perimetr olacaqdır da burada. L də bərabərdir nəyə? L bərabərdir kvadratda 4A-da da düsturu. 40 sm. 40 sm da neçə? Baxaq, onu biz 10 üstünə göstərə bilərik. Bax, bu 40 sm budur. 40 vur 10 üstü mənfi 2-dir də bu. Vur 4 vur 10 üstü mənfi 2. Bu da bərabər olacaqdır. 160 vur 10 üstü mənfi 4. Bu da 16 vur 10 üstü mənfi 3. 100 burada 16 burada. Toplamda 116. Bu birisində də yine eynidir. Burada da sadəcə belə bir sabun var. Elə bil sabunda deyir ki, dairə şəkilli lövhəni. Elə bil burada da dairə var. Onda sən yenə də mg-dir. Mg bizdə yenə də neçə olacaq? Bax, 10 qram veribdir. Yenə 100 milli newton bunun mg-si olacaq. Sigma L fərqli olacaq. Sigma ilə 4 vur 10 üstü mənfi 2-dir. Vurulsun. L-də çevrənin uzunluğu 2 pi olacaq. 2 pi 4 vur 10 üstü mənfi 2 vurulsun. 2 vur pi-ni verib 3. 6 vurulsun. R də 5 santimdə 5 vur 10 üstü mənfi 2. Bu da bərabərdir. 6-nı 5-ə vuraram 30. 30 vur 4 vur 10 üstü mənfi 4. 120. Bu deyir 12 vurur 10 üstü mənfi 3. Bunlar da elə milli ilə ifadə eləsəm, bu 12 milli newtondur. Bu da 100. Toplayanda eləyir nə? 112 milli newton.